Daha yolumu axırındayam, şəhərə çatıram demək olar. Sadəcə olaraq nə yadıma düşdü? Deməli o gün qəbristanlığa getmişdim. Qəbirləri ziyarət eləməyə. Orada qəbirlərə nəzarət eləyən, qəbristanlığa nəzarət eləyən adam var. O dedi ki, dağdan qabanlar düşüb, qəbirlərin üstünü biraz dağıdıblar. Macal olsa lap ora gedib yeri də sizə göstərə bilərəm. Əgər qəbirlərin üstü düzəldilməyibsə, eşənək eləmişdilər. Ruslar lejanka deyir, yatdıqları yer kimi burunları ilə hər yeri eşib, dəyirmi yer düzəltmişdilər, otları kənara eləmişdilər. Deməli, bu aşağıdan bayaqlarım qulağıma dəyən səs qabanların səsi də ola bilər, qaban səsi də ola bilər. İndi biraz rahat başla fikirləşirəm. Görürəm ki, qaban səsinə də uyğun gəlir. Evdə hər bir halda yoxlayacağam. Görüm nə səsidir. Çox maraqlı suxurlar var burada. Dedim, onu da deyim. Gələn eləyən olsa nəzərə alsın ki, buralarda qaban var, ayı var. Bu qədər. Allah hamınıza can sağlığı versin. Allah halal ruzu yetirsin. Və gəlib buraları, başqa yerləri ziyarət eləyə bilərsiniz, gəzə bilərsiniz. Nəvələrinizə, övladlarınıza danışmağa nəsə bir mövzu olsun. Gələndə çalışın, tək gəlməyin. Hər bir halda. Lap hər hansısa bir təhlükə sizi gözləməsə də tək gəlməyə çalışmayın. Qrup şəklində gəlin. Ən az 2 nəfər olsun ki, biri digərinə yardım göstərə bilsin. Hər hansısa bir xoşa gəlməz hal olsa, Allah göstərməsin. Bu qədər. Əgər dağ təcrübəniz yoxdursa, tək gəlməyin. Məsləhətdir, tövsiyədir, qulaq asın, uduzmazsınız. Mən zaten öyrənmişəm tək gedib gəlməyə. Yaşım da sizin çoxunuza baxanda çoxdur. Həyat təcrübəsi çoxdur. Amma mən özüm də arada özümə tövsiyə eləyirəm ki, bilmədiyin yerlərə, naşı olduğun yerlərə tək getmə. Çalış, tək getmə. Bu qədər. Sağ olun, sağlıqla qalın.